Bugün yer çərşənbəsidir. El arasında bu çərşənbəyə külək çərşənbəsi, külək gətirən çərşənbə də deyilir. Azərbaycanın hər yerində olduğu kimi Oğuz rayonunda da yer çərşənbəsi xüsusi olaraq qeyd olunur. Digər çərşənbələrdə olduğu kimi Oğuzlular bu çərşənbədə də öz adət-ənənələrini nümayiş etdirirlər. Burada milli rəqslər, milli musiqilər və milli mətbəx nümunələri, Novruza xas olan və Oğuzlara xas olan milli mətbəx nümunələri belə nümayiş olunur. Yel çərşənbəsində qorqa qorulur. Onu da kirkirədən keçirdirik. Adət-ənənəmiz var. Sonra bunu biz südlə, bəhməzlə qatırıq, uşaqlar yeyir. Qoz ləpəsi də qatmaq olur. Bu şirniyyatın adı üçqulaqdır. Yəni o vaxtdan nənələrimiz bunu bişirərdilər. Mən də öz nənəmdən öyrənmişəm. Adi yuxa xəmiri yoğururuq. İçərisinə qoz və pesuxdan hazırlayıb içərisini doldururuq qoz ləpəsi ilə. Ondan sonra onu əsas bükməyə çox maraqlıdır. Bunu bükmək, yəni gəlinlər gələndə onu təzə-təzə qaynanalarından gəlib oturub öyrənirlər. Bir qeyri-adi büküş forması var. Bunu yəni belə bükmək lazımdır, xüsusi forması var. Ləpəni də bunun içinə töküb belə bükmək lazımdır. Yəni bu bərk olmalıdır ki, yəni o şirini pesuq oradan axanda yaxşı qızarmır, quru olur. Yəni bunu bax bu formada belə büküb sonra yapışdırırıq, ondan sonra da yağda qızardırıq. Səməni halvası da bişiririk. Məsəl üçün paxlavasıdır, şəkər burasıdır. Buğda qoruruq, onun halvasını düzəldirik. Azərbaycanın milli mətbəxinə aiddir, afar deyirik bizdə, amma bəzi yerlərdə bu kətə deyilir. Bunu yuxanı yayır, xəmiri yoğurup açırıq, içinə istədiyimiz göylərdən vururuq, kişnişdir, çüydür, bəzə cincilim var özümüzdə. Bu yazın gəlişinə əlaqəli çoxdur, çünki hər yer göyərir, istədiyimiz göylər əmələ gəlir. Biz Novruzda ən çox ev eşiyi tökürük, yun əyiririk, pal-paltarı yuyur, təmizləyir, təmiz evlər tökürük, bu bizim adətimizdir. Ondan sonra buğda qovururuq, kirkirdən keçirdib qovut hazırlayırıq, milli şirniyyatlarımızı hazırlayırıq. Külək çərşənbəsi, yəni birinci gələn su çərşənbəsinə belə deyir ki, sən öz yağışınla bu torpağı islatdın. Sonra o çərşənbəsində deyir ki, bəs öz günəşinlə torpağımızı isindirdin. Mən isə öz küləyimlə, öz mehimlə bütün təbiəti ayıldıram, bütün təbiəti ayıltmağa qadirəm. Öküz aldım.